Salam. 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 Hoş gördük. Buyurun. Bu nedir? İşten gitmək haqqında ərz edin. Kimindir? Mənim. Ne kazanırsan bununla? Konduktorun acığına piyade gideceksen. O işten çıxa bilməz. 2 uşağı var. Niye axı ikinizden biriniz hökmən işten gitmelisiniz? Bu ne köle psikologiyasıdır. Ben gittim. Onun yanında bu söhbəti niye geçen? Gördün 10 saat kaçtı xəbərə. Sizin öz hüququnuz var. Sovet vətəndaşı kimi. Heç bir kəsin sizin üstünüzdə padşahlıq eləməyə belə haqqı yoxdur. Ərizəni kanselyariyə verəsiz. Sənin yerinə olsam görürəm bunu. Rektora da başa salaram ki, məhəbbət üstündə işdən qovmazlar. Sizcə o başa düşər? Əgər aranızdakı əsl sevgidirsə, onda geçdiyiz hamı başa düşəcək. Hətta hörmətli rektorumuz da. Üzr istəyirəm Fariz müəllim. Mümkünsə mənə bir neçə dəqiqə vaxt ayırın. Təəssüf ki vaxtım yoxdur. Qəbul günün bazar ertəsidir. Qorxuram ki o vaxtacan gec ola. Sizin məsələ ilə Əfəndiyev məşğul olur. Əgər indi qəbul eləməsəz, məcbur olacağım ki çıxım işdən. Size dediler ki efendiyemin yanına gidin. Siz niyə işdən çıxırsınız? Mən bilən söhbət Həsənovdan gedirdi. O işdən çıxa bilməz. 2 uşağı var. Bunu evvelceden düşünmek lazımdı. Eğer siz bir adamı sevseydiniz bu cür də şürəyli olmazdınız. Siz nə dediniz? Üzr istəyirəm. Onun 2 uşağı var. 2 uşağı. Çıxartmayın onu.